Deməli uşaqlar, gəldik ion rabitəyə. İon rabitə elektromənfilikləri kəskin fərqlənən. Kəskin fərqlənən, yəni elektromənfilik fərqi çox böyük olan element atomları arasında olur. Belə loril də desək, metalla qeyri-metal. Başqa hal mümkündürmü? Mümkündür. Əslində sadəcə orta məktəbdə onları araşdırmırıq. Yaxşımı? Olur mu? Qeyri-metalla qeyri-metal olar mı? Olmaz mı? Onu araşdırmırıq. Onlar hamısı kovalent deyib keçir orta məktəbdə. İon rabitəsi elektromənfiliklər kəskin fərqlənən element atomlarında arasında yaranır. Orada elektron cütü, ortaq elektron cütü söhbəti yoxdur. Orada metal elektronu verir, qeyri-metalda elektronu nə edir? Alır. Verən müsbət yüklənir, alan mənfi yüklənir. Əks yüklərdə birisi bir-birini edir? Cəzb edir. Elektrostatik cazibə qüvvəsi hesabına. O zaman nə olur? Bunlar bir yerdə qalır. Bunları bir yerdə saxlayan qüvvə elektrostatik cazibə qüvvəsidir. Burada da elektronun alış-verişi var, amma ortaq məsələsidir, ortaya qoyulmaq məsələsidir. Burada necədir məsələn vəziyyət? Baxa bura. Tutaq ki, natriumla xlor rastlaşıb. Natriumla kim rastlaşıb? Xlor. Bu bildiyiniz xörək duzudur da, qalit mineralı. Natriumun fikir verin, xaricində neçə elektronu var? Bunun alası vəziyyəti yoxdur. Metallar elektron verəndir, redus edicidir. Xlorun xaricində 7 dənə elektron var. Görürsünüz? 2, 4, 6, bu da 7. Bu istəyir 8 eləsin. Ne inir? Bunlar elektronu alır. Ne inir bundan? Bu ki elektronu aldı. Xlor 8'e tamamlandı mı? Alaraq. Xlor alaraq ne elədi? Bu natriumda artıq bu 3-cü təbəqədən elektron verdiği için artıq xarici o değil. Xarici budur da. Bunda xarici 8 oldu mu? Bak. Verərək 8 elədi mi özünü? Nəticədə bunda işi düzəldi. Bu alaraq yox. Verərək. Bu isə alaraq. Amma burada bir məsələ var. Xlor dedi mən bunu alaram, keyf çəkərəm. Vəziyyətim düzəlir, amma elə olmadı da. Aldığı için mənfi oldu. Bu da müsbət oldu. Mənfi də müsbət bir-birini eləyir. Qaldılar bir yerdə də. Ayrıla bilmədilər. Elektrostatik cazibə qüvvəsi hesabına. Aydındır? Başa düşdünüz? Əlləri bağlama. Burada məsələn magnezium ikisini verir oksigenə. Oksigen mənfi 2 yüklənir, bu müsbət 2 qalırlar birlikdə. Anladın mı? 2 dənə elektron alıb ona görə 2 mənfidə. Belə yaz, belə də yaza bilərsən. 2 mənfi, 2 müsbət. Belə də göstərmək olar da, bu da bir üsuldur. Aydındır? Allah. Sonra burada baxın görün hansı var. Məsələn küşür 2 dənəsi ehtiyac var, amma lityum bir dənəsini verə bilir, hə? Lityum bir dənə burada bu lityum, bir dənə bu lityum verir. Küşür 2 mənfi. Lityumlarda bax dubleti tamamladı bax. Tamamlanmadı, dubletə döndü də. 2 elektronlu, helium oxşadı. Oldu mu? Başa düşdünüzmü? Allah. Gəldik metal rabitəsinə. Metal rabitəsi harda olur? Metal rabitəsi metal kristal qəfəsinin daxilində sərbəst elektronlarla metal iyonları arasında yaranır. Aydındır? Necə yaranır? Deməli, belə düşünün də. Deyək ki, bir qəfəs düşünün. Qəfəs birisi də nədir? Quşlar olur içində. Metallar birisi də elektron verməyə meyillidir. Onlardan elektron rahat qopur. Deyək, burada bir metal atomu var. Buradakı metal atomu isə müsbət yüklənib. Niyə müsbət yüklənib? Elektronun çıxıb ondan. Elektron çıxıb. Harada? Elə buralarda gəzişir özüsün mənfi elektron. Bunun da elektron çıxıb. Bu da müsbətdir. Onun elektronu burada gəzişir. Bu elektron gəlir bu ikisinin arasında olur deyir. Həm bu müsbət, həm bu müsbət. Onu çəkir axı özünə. Elə bir sanki onların arasında qaldı. Heç yanında getmir. Elə bir dənə sisan ortada dayanıb, 2 dənə pişik də belə mır elib qalıb onun başı üstə. Heç kim tərpənmir. Sonra deyək ki, buradakı da elektron verib müsbətdir. Bundan deyək ki, buradakı da elektron verib müsbətdir. Bir elektron da bunların ortasında dayanıb belə. Bir dənə elektron bunun arasında dayanıb bax belə. Bunlar da heç yerə gedə bilmir. Bir elektron bunun arasında dayanıb belə. Başa düşdünüz necədir vəziyyət? Bu rast gəlinir metallarda və metalların ərintilərində. Məsələn, nixromun içində var, alüminiumun içində var. Həm metallarda, həm də metal ərintilərində. Başqa yerdə bunu görməzsən. Sərbəst elektronlar və metal iyonları arasında qarşılıqlı. Nə oldu, bə, yatırsan? Dəqiq. Belə. Metalın elektriki yaxşı keçirməyi, istiyi yaxşı keçirməyi, döyülüb yaslana bilməyi, işığı əks etdirməyi, bəzi metalların maqnitlənmə xüsusiyyəti, hamısı bu sərbəst elektron hesabınadır. Nəyin hesabınadır? Eyni zamanda metal rabitədə bu sərbəst elektron hesabınadır. Aydındır? Başa düşdünüz? Dəqiq? Əla, gözəl. Kimlərdədir bunlardır? Burada nümunələr vermişim. Biraz burada çobuddur. Hər halda mənim çəkdiyim daha yaxşıydı. Keçək indi nəyə? Hidrogen rabitəsi. Uşaqlar, hidrogen rabitəsi nə zaman yaranır? İndi hidrogen rabitəsi hidrogen atomu ilə elektromənfiliyi böyük olan flor, oksigen, azot. Bəzi yerlərdə xlor yazılırlar, orta məktəbi yazılmır, biz də demirik. Elektromənfiliyi yüksək olan, böyük olan element atomlar arasında yaranır.
Niyə yaranır? Səbəb nədir? Hər hidrogen bu rabitəni yarada bilərmi? Xeyr. Birinci, hidrogen rabitəsi yaratması üçün gərək özü birbaşa ya azota birləşə, ya flora birləşə, ya da oksigenə birləşə. Aydındır? Başa düşdünüz? Bu birləşmə olmasa, digər atomun oksigeni, floru və ya azotu ilə bunun arasında hidrogen rabitə yarana bilməz. Yəni, məsələn, karbona birləşmiş hidrogen bu hidrogen rabitəsini yarada bilməz. Bəs niyə yaranır? Bilirsiniz, bu niyə belə yaranır? Birincisi, bilirsiniz ki, azotdur, flordur, oksigendir. Bunlar elektromənfiliyi çox yüksək olan elementlərdir. Elektron sıxlığını özünə tərəf dartırlar. Nə edirlər? O zaman bu necə yüklənir? Bu oksigen də kimlə rastlaşıbsa çəkib bax özünə tərəf elektronu. Ona görə də o necə yüklənib? Təbii ki, bu mənfi ilə bu müsbət arasında qarşılıqlı əlaqə yaranır da. Əks yüklər bir-birini cəzb eləyir. Anladınız mı? Başa düşdünüz mü? Dəqiq anladınız nə demək istədiyimi? 100%. Məsələn, karbona birləşmiş, yoda birləşmiş, fosfora birləşmiş hidrogen rabitəsi yarada bilməz. Aydındır? Nöqtələrlə göstərilir. Nə ilə göstərilir? Nöqtələrlə. Məsələn, burada su molekulu təsvir olunur. Bura bax. Bax, burada oksigenlə hidrogen arasındakı rabitə nədir uşaqlar? Polyar kovalent. Bu nədir bəs? Polyar kovalent. Bu nədir bəs? Polyar kovalent. Amma bunun hidrogeni ilə bunun oksigeni arasında olan bu rabitə nədir? Nədir? Hidrogen rabitəsi. Bu hidrogen rabitəsi olmasaydı, indi burada mən də yoxudum, sən də yoxudun. Birisi də DNT-nin o quruluşunda hidrogen rabitəsi adenin ilə guanin arasında, adenin ilə timin arasında. 2, sitozin ilə guanin arasında da 3 qat rabitə var hidrogen rabitəsi. Bu olmasaydı biz də yox idik. Anladınız? Əla. İndi hansı maddələrdə rast gəlir? Da ipucunu bilirsiniz də. Kimdə ki hidrogen birbaşa oksigenlə, azotla, florla birləşib, onda var da. Məsələn, bunda yoxdur, bax. HCOH. Niyə bunda yoxdur? Aldehiddir. Bunda niyə yoxdur? Və yaxud da CH3. Bunda niyə yoxdur? Çünki hidrogen birbaşa oksigenə, azota, flora birləşmir. Amma bunda var, bax. CH3, COOH. Niyə? Çünki bu hidrogen birbaşa nə ilə birləşib? O başqa bir oksigenlə nə edə bilər? Məsələn, su ilə hidrogen rabitəsi yarada bilər. Anladınız mı məntiqi? Başa düşdünüz mü dəqiq? 100%. Aydındır? Anladım. Bir sıra maddələrdə həm ion rabitələr olur, həm də nə rabitələr? Kovalent rabitələr olur. Metalla qeyri-metal arasındakı rabitə iondur. Qeyri-metalla qeyri-metal arasındakı rabitə də kovalent olur da belə. Məsələn, əgər quruluşu bilirsənsə çox rahatdır. Bunlar iondur, bunlar da hamısı polyar kovalentdir. Quruluşu bilmirsənsə tapmağın bir yolu var. Necə? Gördüyün kimi burada hamısı oksigenə birləşib. Burada olan bütün elementlər nəyə birləşib? O zaman oksigenin rabitə sayını taparam, necə taparam? Oksigen 2 valentlidir. Yəni hər oksigen 2 rabitə yaradır. 4 dənə oksigenim var. 4 dənə oksigenim varsa o zaman ümumi rabitə sayı nə qədərdir? Ümumi rabitə sayını tapmaq üçün oksigenin sayını vuraram oksigenin valentliyinə. 4 vur 2. Neçə eləyir? 8. 8 dənə rabitə var. Elə? İon rabitə sayını tapmaq üçün də bütün metallarda ion rabitəsi yaradır. Elədir? O zaman ion rabitəsinin sayını tapmaq üçün də metalın sayını vuraram metalın valentliyinə. O da neçə eləyir? 2. Kovalent rabitə sayını tapmaq üçün bunları çıxsan da olar və yaxud da mərkəzi elementin sayını valentliyinə vura bilərsən. Neçə valentlidir? Şur burada 6 valent. 1 vur 6 elə bilərsən və yaxud da 8-dən 2 çıxarsan 6 verir. Aydındır? Bu harda ödəmir, harda problem yaşayırsan? Amoniumun duzlarında problem yaşayırsan. Çünki orada nəyi nəzərə alınması? Məsələn, amonium 3PO-dur. Amonium ortofosfat. Amonium ortofosfatda. Gör yazın. Qaranlıqlara qoyuşmayalım. Amonium ortofosfatda uşaqlar, ümumi rabitə sayını tapmaq istəsən, oksigeni vursan bu 2-yə neçə eləyir uşaqlar kimi? 8 eləyir, hə? Bununla iş bitməz. Çünki hər amoniumun içərisində 4 dənə rabitə var. Düzdür, yoxsa yox? Bayaq gördük də biz onu. Hər amonium biri donor akseptor olmaqla 4 rabitə var bu iyonda. Bu iyonda nə var? Neçə rabitə var? 4 dənə. O zaman 3 dənə də bundan var. 3-ü də nəyə vurmalıyam? 3 vur 4. O zaman neçə? Mənim 20 dənə ümumi rabitəm var. Neçə ümumi rabitəm var? 20 dənə. İndi iyon rabitə sayı tapmaq qaydası elədir elə. Bu iyonum artıq amoniumdur. Neçə dənə də amonium iyonu? 3 dənə. Neçə valentlidir? 1. 3-ü vuracam 1-ə neçə eləyəcək? 3. İndi kovalent rabitə sayını tapmaq üçün də bunu bundan istə çıx. Bunu bundan çıx neçə eləyir? 17 dənə kovalent rabitəm var.
İndi mən sizə soruşuram, 17 kovalent rabitənin neçəsi donor akseptorla yaranır, neçəsi isə ortaq elektron cütü hesabına. Ortaq elektron cütü hesabına. Çünki hər NH4-ün içində bir dənə nə var? Donor akseptor rabitəsi var, düzdür? Məndə neçə dənə NH4 var? O zaman burada 3 dənəsi donor akseptorlandır, yerdə qalan 14-ü isə ortaq elektron cütü hesabı. Aydındır? Başa düşdünüz? 100%. Dəqiq? Bəli? Oksigensiz duzlarda da ola bilər. Kovalent baxır da indi hansı duzdan geçir. Piritə baxsan olar fermeskidə, orada kütlər arasında kovalent də var, iyon da var. Ücə quruluş biləsən ondan sonra. Bunlarda ehtiyac yoxdur, amma bir çox maddədə şu gərək quruluş biləsən. Orada iyon rabitə yoxdur ki. Hə, demək istəyirsən rabitə sayını da taparam, onu gərək nəzərə alasın. H3PO3-ün və H3PO2-nin duzlarında H3PO3 və H3PO2-nin duzlarında bunlar birisi də bu, 2 əsaslı, bu isə 1 əsaslı turşudur. Burada özün nəzərə almalısın o hidrogeni birbaşa fosfora birləşir. Çünki burada hər kəs oksigenə birləşmir. Sən burada ümumi rabitə say, yəni belə bir qısa yol deyə bilərəm ki, burada element atomlarının cəmi qədər rabitə olur. Neçə dənədir burada? 6, deməli 6 dənə rabitə var burada. 6 yox, 7 dənə. Həqiqətən bunun quruluşunu da çəkəndə görürük ki, burada 7 dənə var. Bunda belə olur. Həm hamısı belə deyil ki, bu belədir də 7 dənə, 8 nə isə düz eləmədim. 7 dənə. 7 dənə. Nəysə belə. Ha, 7 dənə də düz demişik. Bunu da çəkək bir dənə, burada. Bunda da 6 dənə olmalıdır. 2 dənə hidrogen birbaşa fosfora birləşir. Bunda da 6 dənə. Belə sayla yadda saxlaya bilərsən. Yox, bunlar. Sonra uşaqlar. Yəni baxın, bəzi elementlərdə həm polyar kovalent, həm də qeyri-polyar kovalent rabitə olur. Məsələn, burada karbonla karbon arasındakı rabitə ikisi də qeyri-polyardır. Karbonla hidrogen arasında rabitə də polyardır da. İndi polyarlığın, qeyri-polyarlığın sigmaya, piyə dəxli yoxdur. Bu təşkilat rabitələri nədir uşaqlar? Sigma, 2 qatın biri sigmadır, biri pi. Yəni sigma, pi'nin bu məsələyə dəxli yoxdur. Aydındır? Sonra rabitə sayı. Burada deyir, rabitə sayının valentliyi qədər olur. Yəni hər hansı bir element valentliyi qədər rabitə yaradır da. Bunu zaten valentliyi demişdik. Valentliyi nədir? Rabitə yaratma, digər elementlər özünü birləşdirmək qabiliyyəti idi. Burada da təkrar onu ifadə eləmişik. Məsələn, kalsium 2 valentlidirsə, demək 2 rabitəsi olmalıdır. Karbon 4 valentlidirsə, deməli neçə rabitəsi olmalıdır? 4. Oksigen 2 valentlidirsə, deməli hər oksigenin neçə rabitəsi olmalıdır? 2. Hər oksigen 2, ya. Aydındır? Hər oksigen 2. O da orada göstərilir. Hər rabitə 2 elektron, əmələ gəlməsi 2 elektron iştirak edir. Deyəsiniz, mənim iyon rabitədə belə dördü axı vəziyyət. Elektron oradan çıxıb gedirdi. Çıxıb gedib orada bir şeylə cütləşirdi də, düzdürmü? Deməli, o cütləşmə hesabına bunlar bir yerdə qaldı da, müsbət mənfi yarandı. Onu da artıq cüt elektron kimi sayırlar gedir. Burada neçə rabitə var? 6 rabitə, deməli 12 elektron bu rabitənin yaranmasına iştirak edir. Belə baxırlar bu məsələ. Aydındır? Başqa sualınız varmı? Bu rabitənin xassələrini gələn deyəmiz, inşallah. Başqa burada nə? İbləşmə biraz da bundan yekunlaşdıraq.